Selamünaleyküm dostlar. Hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Mənim deyəcək sözüm başlığı budur. Əziz və dəyərli dostlarım, dəyərli qardaşlarım, İlham Əliyev diktatordur, deyir İlham Əliyev diktatordur. İlham Əliyev zalimdir, deyir zalimdir. Deyir İlham Əliyev xalqına, dövlətinə, millətinə zülm edir. Deyir İlham Əliyev Azərbaycan xalqının 5 milyonunu ölkədən didərgin salıb xarici ölkələrə qaçıblar, didərgin düşüblər, deyirik, yazırıq, paylaşırıq və ictimailəşdiririk. Biz bu kimi şeyləri biz qeyd edirik. İlham Əliyev zalimdir, İlham Əliyev diktatordur. Niyə İlham Əliyevin oyununa gəlirik biz? Nədir bizi vadar eləyən İlham Əliyevin oyununa gəlmək? Təbii ki, əgər bugünkü gündə İlham Əliyevi diktator deyib, İlham Əliyevin dediyi Azərbaycan hakimiyyətinin güc strukturları, videolar düzəldirlər. Göyə Sepah hansısa Azərbaycanda ya Yahudi icmasını, ya digər tərəfləri partlatmaq istəyib, tutub 2023-2024-cü ildə olan kadrları, Milli Təhlükəsizlik orqanları və ASTV-nin əməkdaşlığı ilə, çəkiliş kadrları ilə ictimailəşdirib Azərbaycan xalqına göstərirlər ki, bu İran tərəfindən gəlib Sepahla bir yerdə əməkdaşlıq edirlər, hansısa bir yeri partlatmaq istəyirlər, partlayıcı maddələr getirilib, aydın və müəyyən olunur ki, həmən adamlar 2023-2024-cü ildə Daxili İşlər Naziri tərəfindən lentə alınıb, adamlar narkotik satışı ilə bağlı həbs olunublar, həmən kadrları, həmən o adı, üzr istəyirəm, həmən o qadını, həmən o oğlanları, həmən o kişiləri Milli Təhlükəsizlik Nazirinin əməkdaşları Azərbaycan xalqına İranın Sepahla əməkdaşlıq etdiyini bu günləri Azərbaycan xalqına sıramağa çalışır. İndi aydın oldu sizə ki, biz ki deyəndə Allah şahiddir və Allahı şahid tuturdu ki, and olsun Allaha, əgər bir ölkə rəhbəri zalimdirsə, diktatordirsə, xalqına zülm eləyirsə, xalqını şərləyir, həbs eləyib, günahsız insanları günahsız yerə zindanlarda çürüdürsə, öldürtdürürsə, qadın jurnalistləri rəhm eləmədən işgəncə verirsə, bugün İlham Əliyevin baraqlarını bugünlər tiraj deyən istər müxalifətçilər olsun, istər adi və sıravi vətəndaşlar olsun, istər inanclılar olsun, bugünlər sizin kimlərə ağır olsun ki, bugün ölkə daxilində bir insanı diktator deyib, onun bugün maraqlarını xidmət edirsiniz sizdə. Bəli, bizim alnımız da açıqdır və hər şeyi bir həqiqəti ilə isbat və sübut edirik ki, bugünkü gündə İlham Əliyev şərəfsizdir, alçaqdır, qeyrətsizdir, xalqına, millətinə zülm eləyəndir. Heç biri milləti, başqa bir dövlətin milləti üçün İlham Əliyev can yandırmaz, nə də ki, xoş sifət göstərməz. Bir ölkə başçısı öz vətəndaşını, öz xalqının qanını içir, qazisi hər gün gecə gündüz özünü yandırır, intihar eləyir, dərmanını ala bilmir, ağrısından gecə gündüz yata bilmir. İlham Əliyev bugün vətənpərvərlik mövzusunu qoyub ortaya, İranla bugün üz-üzə gəlib, bugünləri tetik, əli tetikdədir, tetiyi onu bastırmağa mecbur eləyən dövlətlər var, həmən dövlətlərlə qulluq eləyir İlham Əliyev. Əziz və dəyərli dostlarım, mən Azərbaycan xalqına buradan deyirəm, and olsun Allaha, Allah eləməsin ki, İranla Azərbaycan arasında nəsə bir baş versin. And olsun Allaha, orada öldürülən balalarımız, and olsun Qur'ana sual altındadır. Cəhənnəmə gedəcək, hara gedəcək, onu Allah təyin edəcək və bəndə təyin edəcək. Bugün İlham Əliyev əgər zalimdir, diktatordur, tağutsa, tağutun bayrağı altında vuruşma, sən özün öz yerini müəyyən edirsən. Buna deyirik ya, İlham Əliyev zalimdir, İlham Əliyev diktatordur.
Diktatorun bayrağının altında necə sığınır? Deyəcəksiniz vətən dardadır. Hansı vətən? Hansı ölkə? O ölkə ki, bugün Siyonizm tərəfindən idarə olunur. Bugün İlham Əliyev həmən dövlətlərin maraqlarına xidmət eləyir. Bu günləri sizin balalarınız hansısa bir ölkə ilə üz-üzə gələrsə, sizin balalarınız həmən o dövlətlərin maraqlarının qurbanına çevriləcək. Buna əmin olursunuz. Buna əmin olursunuz, %100 əmin olursunuz. Nə üçün ki, əgər ölkənin Milli Təhlükəsizlik Naziri xalqa yalan məlumat verirsə, 2024-2023-cü ildə narkotiklə şəllənən, həbs olunan, Sepah adı ilə tirajlayırsa, and olsun Allaha, Naxçıvanda da dronları qaldırıb Naxçıvana çıptıran da hələ İlham Əliyev özüdür. O şeyin altında da, başında da birbaşa İlham Əliyev dayanır. Ayıq olun, and olsun Allaha. Ayıq olmaq zamanıdır, ayıq olmaq vaxtıdır. Azərbaycan xalqı balalarımızı 2000-dən çox, 3000-dən çox 2-ci Qarabağ savaşında verildi, getdilər, vətən torpaq yolunda torpaqlarımızı azad elədilər, gəldilər, bir gün də onların ağrısını çəkirik, bir gün Qarabağ qazilərinin fəryadını görürük, bir gün Qarabağ qaziləri gözümüzün qabağında canlarına intihar etdirən mən döyürəm, əzizlərim. Bunu eləyən İlham Əliyevdir və İlham Əliyev hakimiyyətidir. Ayıq və sayıq olun ki, balalarımızın zəmanətinə biz valideynlər təmin edirik. İlham Əliyev yox. Nə də İlham Əliyev hakimiyyəti yox. Bunlar üçün kreslo önəmlidir. Bunlar üçün hakimiyyət önəmlidir. %99% İlham Əliyev hakimiyyətdən getmə ərəfəsində olduğu bir devirdə bu günləri Qərb ölkələri, Amerika birbaşa İlham Əliyevin qabağına göstəriş qoyub ki, ya İranla müharibəyə girəcəksən, ya da ki, mən getdikdən sonra hansısa bir demokrat qüvvələr gəlsə, sən hakimiyyətdə qala bilməyəcəksən, onun ilə də hakimiyyətə son verəcəksən. İlham Əliyev bu şeylərə gedib bu şeylər üçün zəmin yaradır. Ayıq və sayıq olun, balalarınızı qırğına verməyin. Bəli, bugünkü gündə hər bir Azərbaycanlı, əgər dövlətini, xalqını, millətini sevirsə, xalqının yanında olmaq, xalqının hüquqlarını müdafiə eləmək, xalqının yanında səfərbərvər olmaq, bugün İlham Əliyevin yanında durub, İlham Əliyevin nə də deyək, gələ apar verginən balalarımızı qırğına, bunu ilə biz heç bir yerə gedib satmayacağıq. Ondan sonra başımıza vurub, dizbağıza vurub, ağlayanda ondan sonra gecə olacaq. Zamanıdır, vaxtıdır. Çıxın bu cürünə videolar çəkin, balalarımızı, gələcəyimizi öz əllərimizlə, öz mövqeyimizlə yaşadın və onların azadlığını təmin edin. Sağ olun, Allah'a emanet.